Üç ayların, Recep, Şaban ve Ramazan'ın özüne mahsus güzelliği var. Resulullah sallallahu aleyhi ve sellem bir hadisinde 3 aylarda belə dua etmeyi tövsiye etmiştir. Allah'ım, Recep ve Şaban'ı hakkımızda hayırlı, bereketli eyle, bizleri Ramazana qovuştur. Ramazan ayı, Qədir gecəsi, Cümə günü və 3 aylar kimi xüsusi zamanlar insanın bağışlanma diləməsi, əfv və məğfirəti üçün bir vəsilədir. Şaban ayı Ramazana hazırlıq ayıdır. Ənəs ibn Malik radiyallahu anh nəql edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə, Ya Rəsulallah, Ramazandan başqa oruç tutmaq üçün ən fəzilətli ay hansıdır, deyə soruşdular. Allah Rəsulü sallallahu aleyhi və səlləm belə cavab verdi. Ramazanı təzim üçün, Ramazan hörmətinə Şaban ayında tutulan orucdur. Həzrəti Ayşə radiyallahu anha, bəzi illərdə Allah Rəsulunun Şaban ayı boyu bir ay oruç tutduğunu nəql edir. Ancaq Rəsulullah sallallahu aleyhi və səlləm bəzi hədislərində insanlara güclərinin çatmadığı yükün altına girməməyi tövsiyə etmişdir. Hətta bir hədisində Ramazan ayında güclü və gümrah olmaq üçün Şabanın ikinci 15 günündə oruç tutmamaq lazım gəldiyini bildirmişdir. Şaban ayında oruc, namaz, sədəqə kimi ibadətlərlə yanaşı, Allah rizasını qazanmaq üçün edilən işlər Ramazan ayına fiziki və mənəvi hazırlıq mahiyyətindədir. Bəzi insanlar, necə olsa Ramazanda daha çox ibadət edərəm, deyərək, qəflət və tənbəlliyə düşə bilər. Şabanda edilən bu tərz nafilə ibadətlər Ramazana hazırlıq məqsədi daşıyır. Bir dəfəsində Üsamə ibn Zeyd radiyallahu anh Resulullah'a sallallahu aleyhi və səlləmə soruşur. Ya Resulallah, Şaban ayında tutduğunuz qədər heç bir ayda oruç tutduğunuzu görmədim. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Rəcəb və Ramazan ayları arasında içində olduğumuz Şaban ayında insanlar qafil davranır. Bu elə bir aydır ki, əməllər aləmlərin Rəbbinə bu ayda yüksəldilir. Mən orucluykən əməllərimin yüksəldilməsini sevirəm. Şaban ayı Ramazana hazırlıq ayıdır. İstəyənlər Şaban ayının bazar ertəsi və cümə axşamı günləri nafilə və ya qəza orucu tuta bilər. Yəni Şaban ayının feyiz və bərəkətindən faydalanmaq üçün bu ayda nafilə ibadətlər edilə, Qur'an oxuna, istiğfar, zikir, salavat çəkilə bilər. Bəraət gecəsi. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Bəraət gecəsi Şaban ayının 15-ci gecəsidir. Resulullah'dan sallallahu aleyhi və səlləm bu gecəyə məxsus nəql olunmuş xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyurulur. Şaban ayının 15-ci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruç tutun. Çünki uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və yoxdurmu tövbə edən ki tövbəsini qəbul edim? Yoxdurmu ruzi istəyən ki ruzisini verim? Yoxdurmu şəfa istəyən ki şəfa verim? Başqa istəyi olan yoxdurmu ki ona istədiyini verim? Bu hədisin sənədi rəvayət zincirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir. Ancaq digər rəvayətlər bunu dəstəkləyir. Həzrəti Ayşə radiyallahu anhə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin belə buyurduğunu nəql edir. Allah Teala Şaban ayının 15-ci gecəsi dünya səmasını rəhmət, məğfirət və lütfləri ilə doldurar. Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayı qədər insanı bağışlar. Muaz İbni Cəbəl Resulullah'ın belə buyurduğunu nəql edir. Allah Teala Şaban ayının 15-ci gecəsi xüsusi rəhmət və məğfirət edər. Müşrik və müsəlman qardaşına kin bəsləməyən dirikdəki bir çox insanı bağışlar. Başqa hədisdə isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahın bu gecədə möminləri bağışladığını, kafirlərə möhlət verdiyini bildirmişdir. Hədislərdə vurğulanan əsas xüsus bu gecənin əfv və məğfirət gecəsi olduğudur. Ancaq Allaha şərik qoşan, təkəbbür və qürura məğlub olan, möminlərə kin və nifrət bəsləyənlərin bu bərəkətdən və feyizdən məhrum olacağına işarə edilir. Həmçinin başqa rəvayətlərdə zina edən və adam öldürənin də bu gecədə təyin olunan əfv və məğfirətdən məhrum qalacağı bildirilir. İmam Şafii həzrətləri də 5 gecədə edilən dualara cavab veriləcəyini bildirmişdir ki, həmin gecələr Cümə, Ramazan və Qurban bayramı gecələri, Rəcəb ayının ilk
və Şaban ayının 15-ci gecəsidir. Bu günü bir vəsilə bilərək, bu gün dünyanın dörd bir tərəfində zülmə uğrayan, bir çox məhrumiyyətlər yaşayan müsəlman qardaşlarımız üçün dua edə bilərik. Üzərimizə kabus kimi çökən qəflət pərdəsini sıyıraraq Ramazana hazırlana bilərik. Unutmayaq, Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir. Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi mövsümü, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.